Hər kəsə salam dostlar. Bugünkü videoda Moneyflow robotunun necə istifadə etmək lazımdır onu göstərəcəm sizə. Deməli, ilk növbədə qızılda işləyirik. How USD cütlüyünü açırıq. Time frame M5 olmalıdır mütləq şəkildə. Və Moneyflow botunu biz belə deyim, qrafikaya göndəririk. O digər videoda necə quraşdırmaq lazımdır onu göstərmişəm. Zəhmət olmasa ona da baxın. Mütləq şəkildə baxın. Sonra bu detalların hamısını biləcəksiniz. Burada heç nə dəyişməyə ehtiyacı yoxdur. OK basırıq. Bot necə işləyir? Gəlin sizə test edə göstərim. Deməli, qoşuruq işləyir. Misal üçün real bazarda bu cür olacaq. Trade buy, trade sell yaşlı rəngdədirsə, deməli bot həm sell əməliyyatları açır, həm buy əməliyyatları açır. Yox, əgər misal üçün trade onda o deməkdir ki, yəni işləsin və ya da işləməsin. Yandırıb söndürməkdə belə deyək. Close all, yəni close all in account, yəni ki, ümumiyyətlə accountun nə qədər əməliyyatları hamısını bağla. Close all ancaq robot öz əməliyyatlarını bağlayır. Öz əməliyyatlarını tanıyır və onları bağlayır. Yəni digər əməliyyatlardan işi yoxdur. Amma misal üçün görürsünüz ki, trend qalxan trenddir. Düzdürmü? Botdakı hələ ki 14% işləyir. Bu botu demək olar ki, tez-tez bağlamaq knopkasından istifadə etmək lazımdır mütləq şəkildə. Misal üçün 16% qazanc var, bağlayırıq və trade seli söndürürük. Saxlayırıq bir dənə ki, yəni trend qalxan trenddir, ancaq baya işləsin. Əgər düşən trenddirsə, seli yandırıb bayı söndürür. Yəni hansı yaşıldırsa, bilin ki, o aktivdir. Yəni hal-hazırda sel açmır. Ancaq bay açır. Görürsünüzmü? İndi bunu aktiv eləsək, ancaq həm sel açacaq, həm bay açacaq. İndi məsələn bunu söndürsək, bay açmayacaq, ancaq sel açacaq. Bu botu yükləyəndən sonra bunun instruksiyası var. Yəni hansı yerlərdən alqı-satqı etmək lazımdır və hansı yerdə buy saxlayıb, hansı yerdə sell saxlamaq lazımdır, aktiv eləmək lazımdır. O hamısı PDF faylda, hamısı qeyd olunub. Yəni mən bunu burada qeyd eləmirəm ki, bu çox uzun çəkməsin. Hamısı PDF faylda var. Sadəcə heç vaxt belə deyim, qazancı da allanmayın. Əgər hətta 30-40% qazanc varsa, görürsünüz ki, məsələn, qane ilə sizi bağlayın və söndürün. Close all eləyin və söndürün ki, yəni bu günlük bəsinizdir. 20% işlədiniz, 30% işlədiniz, fərqi yoxdur. Əgər qazanc qane elədirsə, söndürün geçsin. Yəni vaxtı-vaxtına bağlayın əməliyyatları. Çünki bu bot çox əməliyyatlar açır. Görürsünüz, özü də bağlayır bəzi əməliyyatları. Çox əməliyyatlar açdığına görə, yəni siz həmişə faizə baxın. Yəni faiz 2%, 3%, 5% qalxdısa, söndürün, bu günlük bəsdir. Və xəbərlər vaxtı da istifadə etmək olmaz. Yəni əgər güclü xəbər çıxacaqsa 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə ümumiyyətlə olmaz. Xəbərdən sonra aktiv eləsəz daha məsləhətdir. Bu botu bu qaydada istifadə etsəz, yaxşı nəticə görəcəksiniz inşallah. Trendə əsasən çalışın və maksimumları bay aktiv eləməyin. Minimumları bay aktiv edin ki, başlasın bay əməliyyatlarından qazanmağa. Və maksimumları sel aktiv eləyin həmişə. Misal üçün, əgər trend xətti çəksək, belə bu cür, indi mən sizə misal üçün göstərirəm. Bu zonalarda sel aktiv eləyin. Aşağı zonalarda bay aktiv eləyin. Misal üçün, bu zonalarda buy aktiv eləyin, bu zonalarda sell aktiv eləyin, daha effektiv nəticə almaq üçün. Gördünüz, misal üçün, gün bitir və ya da xəbər çıxacaq, bir yarım saata, bir saata güclü xəbər çıxacaq. Söndürün bunu belə və close all edin. Görürsünüz, özü də bağladı əməliyyatları. Yəni, bu formada işləsəz, bu çox təhlükəsiz olacaq və yaxşı qazanc verəcək. Oldu, təşəkkür edirəm, sağ olun.